Salam əziz izləyicilər. Mən Test Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə. Bugün sizinlə biz elektrolitik dissosiasiya dərsini nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 3800 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Elektrik keçiriciliyinə görə maddələr iki qrupa bölünür. Elektrolitlər və qeyri-elektrolitlər. Elektrolit dedikdə suda məhlulları və deməli ərintiləri elektrik cərəyanını keçirən maddələr nəzərdə tutulur. Məsələn, natrium sulfat, alüminium sulfat, hidrogen xlorid, hidrogen bromid, tutaq ki, hidrogen yodid və s. Yəni suda həll olan, ionlar şəklində həll olan duzları, turşuları bura nümunə göstərə bilərik. Suda məhlulları və ərintiləri elektrik cərəyanını keçirməyən maddələr isə qeyri-elektrolitlər deyilir. Bura çöküntü halında olan, yəni turşu olan silikat turşusuna aid edə bilərik. Çöküntü duzlar, məsələn, argentinium xlorid, kalsium sulfat və yaxud da silisium 4 oksidi, yəni oksidlərdən nümunə göstərə bilərik. Saf su, əksər üzvü maddələr qeyri-elektrolitlərdir. Elektrolitlərin suda həll etdikdə və yaxud da əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya hadisəsi deyilir. Və elektrolitik dissosiasiyaya aid bir nəzəriyyə vardır. Bunu 1887-ci ildə İsveç alimi Svante Arrhenius irəli sürmüşdür. Və onun müddaları var. Belə ki, birinci müdda nədir? Əridikdə və ya suda həll etdikdə elektrolitlər müsbət və mənfi ionlara parçalanırlar, yəni dissosiasiya edirlər. Tutaq ki, nitrat turşusunu üçün bunu edəyim. Hidrogen ionu və turşu qalığı alınacaqdır. Və yaxud da natrium sulfat üçün natrium 2 mol natrium ionu və SO4 mənfi 2 ionu alınır. Məhlulda ionlar müxtəlif istiqamətlərdən nizamsız hərəkətdə olur. İkinci müddəaya əsasən elektrik cərəyanının təsirindən ionlar istiqamətlənmiş hərəkət edir. Müsbət yüklü ionlar, yəni hansı ki onlara kation deyirik, mənfi qütb olan katoda, mənfi yüklü ionlar, hansı ki onlara anion deyirik, onlar isə müsbət yüklü qütb olan anoda doğru hərəkət edir. Yəni burada ionların nizamlanmış hərəkəti baş verir elektrik cərəyanı hesabına. Digər müddəa isə budur ki, dissosiasiya dönən prosesdir. Yəni molekulların parçalanması ilə deməli yanaşı ionların birləşməsi, yəni assosiasiya prosesi də baş verir. Yəni kationlar onu bilək ki, müsbət yüklü hissəciklər, anionlar isə mənfi yüklü hissəciklərdir. Deməli, yəni bütün bu müddəalara baxmayaraq Svante Arrhenius elektrolitik dissosiasiya prosesinin mahiyyətini tam aydınlaşdıra bilməyib. O həlledici molekulanın rolunu nəzərə almayıb və bu da suda, məhlulda sərbəst ionlar olduğunu güman edibdir. Və elektrolitlər məhlulda dissosiasiya etdikdə müsbət, mənfi yüklü hissəciklər alınır. Qeyd elədiyimiz kimi. Və bəs bu elektrolitlər suda niyə ionlara ayrılır? Suda ionlara ayrılmasının səbəb deməli, onun polyar su molekulları ilə qarşılıqlı təsirdə olmasıdır. Hər hansı bir duz götürək, məsələn, natrium xlorid duzunun kristallarını suda həll etdikdə suyun polyar molekulları mənfi qütbləri ilə natrium ionlarını, müsbət qütbləri ilə isə xlor ionlarını cəzb edir və kristaldan ionları qopardaraq məhlula keçir. Bu zaman hidratlaşma baş verir. Yəni mənfi ionlar müsbətlər cəzb edir. Bu formada göstərə bilərik. Müsbəti isə mənfilər cəzb edir. Nəticədə ionlaşma prosesi baş verir. Və belə deyək. Kristal qəfəsi sadəcə ion quruluşu olan maddələr yox, həmçinin polyar kovalent rabitəli maddələr də, yəni molekullar da suda ionlarına ayrıla bilirlər. Məsələn, polyar kovalent rabitəli hidrogen xlorid suda həll olan zaman suyun polyar molekullarının təsir nəticəsində atomlar arasında rabitə qırılır və bu zaman H müsbət və xlor mənfi ionları əmələ gəlir. Yəni iki hidratlaşmış iona ayrılır. Və elektron cütü xlor atomuna keçir, nəticədə polyar kovalent rabitə ion rabitəsinə çevrilir. Dissosiasiya dərəcəsi anlayışı vardır. Hansı ki, dissosiasiya prosesini xarakterizə edən bir kəmiyyətdir.
və dissosiasiya dərəcəsi alfa ilə işarə olunur. Kiçik n-in böyük n-ə nisbətidir və vurulsun 100%. Faizlə nisbəti. Bu nə deməkdir? N ümumi deməli burada həll olmuş ümumi molekulların sayıdır. Bal kiçik n isə dissosiasiya etmiş molekulların sayıdır. Və alfanın qiyməti 0 ilə 1 arasında qiymət ala bilir. Aha. Yəni faizli ifadə etsək, bu zaman 100%-ə qədər də 100%-ə qədər qiymət alır. 0-dan 100%-ə qədər qiymət alır. Əgər alfa 0-a bərabər olsa, yəni əgər nə vaxt ki alfa 0-dır, deməli ümumiyyətlə dissosiasiya baş verməyib. Əgər alfa 1-ə bərabərdirsə və yaxud da faizlə ifadə eləsək, alfa 100-ə bərabərdirsə, bu zaman tamamilə ionlara ayrılma prosesi baş verib. Yəni elektrolitik dissosiasiya prosesi tam baş veribdir. Amma əgər yəni aralıq qiyməti alırsa, bu zaman müəyyən hissəsi ionlara ayrılıb deməkdir. Tutaq ki, alfa elə maddələr var, onlarda alfa 30%-dən çox olur. Bunları qüvvətli elektrolitlər deyirlər. Məsələn, qələvilər, litium OH, natrium OH, kalium OH, bidium, kalsium, sezium, barium OH-lar, suda həll olan duzlar, qüvvətli turşular bu qüvvətli elektrolitlər sinifinə aiddir. Daha sonra orta qüvvətli elektrolitlər vardır. Burada isə alfa 3-30 arası qiymət alır. Bura aiddir maqnezium hidrooksid, daha sonra orta fosfat turşusu, oksalat turşusu aiddir. Zəif elektrolitlərdə isə alfa 3-dən kiçik qiymət alır. Burada aiddir deməli naş atomsbet və yaxud da deməli H2CO3-ü aid eləyə bilərik. Amonium hidroksid, deməli H2CO3, sianid turşusu, sonra sirkə turşusu və digər üzvi turşular zəif elektrolitlər qrupuna aiddir. Aha, deməli, yəni suda həll eləyəndə və yaxud da əridikdə qismən ionlara ayrılanları biz zəif elektrolitlər deyəcəyik. Suda həll etdikdə və yaxud da əridikdə ionlarını tamamilə dissosiasiya edən elektrolitlər isə qüvvətli elektrolitlər deyəcəyik. Yəni burada biz elektrolitik dissosiasiya hadisəsi haqqında məlumat verdik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.